Salamlar, sayğılar sunulur əziz və hörmətli qrupdaşlar. Hər vaxtınız gözəl və xeyirli olsun. Ümid edirəm ki, bütün işləriniz yolundadır və canınız sağ, səlamətdir. Başda Araz bəy olmaq şərti ilə digər adminlərə də minnətdarlığımı bildirirəm bu dəyərli fürsəti mənə və qrupumuza verdiyi üçün. Ancaq seçkilər konusunda bəs birinci burada bildik. Biz öz adayımız, yaxud özümüzə yaxın olan aday, yaxud boş verin onu, rejimdən bir epsilon qədər uzaq olan adayı belə bu seçkilərdə görə bilməyəcəyik. Deyirlər ki, indi Kürd var, Türk var. Biləxərə Kürdün getməsi yanlışdır, yəni yaxşı olmaz. Ona görə Türkün getməsi yaxşı olar. Bax, bu bədöbətlərdir. Bədöbətlər arasında seçmək doğrudur. Biz də ondan razıyıq. Hər zaman da ona razı olmuşuq. İndi belə şəraiti müsait olsa, yaranırsa yenə də hazırıq. Milli hərəkət bütünlüyü ilə ondan razı olar. Ancaq o ortada bir dənə ayrı əsas məsələ vardır. Sənin səsin necə sayılması. 16 il bundan öncə 3 maşın otobus Təbriz Üniversitəsindən tutduq apardıq Sulduzda səs verməyə. İslahatın bro vaxtı idi. Açıq deyirəm, rəsmiyyətə millət üzümüzə tüpürürdü. Bilirsiniz, islahatın bro vaxtında, o gedən vaxtında hamı islahatçı olmuşdu avam millətimiz. Üzümüzə millət tüpürə 3 otobus adam yığdıq Təbriz Üniversitəsindən, getdik Sulduzda səs verməyə. Niyə? Çünki kürdləşdirmək siyasətinə qarşı dedik orada bədöbətlər arasında seçə bilərəm. Mən 10 nəfər aparıram, qoy birin saysın. Mən 100 nəfər aparıram, olsun, məcburdur onun saysın. Çox gedərəm, çox səs sayılar. Sənin səsin sayılırsa əgər, hətta yanlış sayılırsa əgər, sən eləyə bilərsən bədöbətlər arasında seçəsən. Amma 1384-cü ildə Kərrubi vaxtı çıxır deyir, ay Xamini, oğlayan deyir, çəkilsin qırağa. Bütün səslər var idi, hamısı məni verdiniz yuxuya, səslərim uğurlandı. Təqəllüb oldu. Yəni nə? Yəni də fərq eləmir millət nə səs verə. Sən hakimiyyət deyirsən, buradan kim çıxacaq? 1388-ci ildəki də göz önündə. Çox maraqlı bir məsələdir. Biz siyasətçiliyimizi bəlkə üstündə qoymuşuq. Bəlkə səsimizi saydılar. Həm ona əziz yoldaşların çoxsuna, mən hərdən yoldaşlara belə bir misal vuraram bu cür deyəndə, deyərəm, mən özüm Əmir Mərdanı şəxs olaraq, hər kəs ki deyir, ha, bu dəfə gedək, bəlkə səsimizi saydılar. Mən o şəxslərə xahişim buradan açıq da deyirəm, mənə 100.000 tümən pul versinlər. 100.000 tümən ha, dolar falan yox. 100.000 tümən mənə pul versinlər. Mən bir həftəyə qaytaracağım. Bir həftə sonra mənə zəh vuracaqlar da, Əmir nə oldu, pul versən? Deyəcəyim, yox, gözlərinə baxa-baxa, qızara deyəcəyim ki, ağa, mən pulunuzu yedim. Üstündən də bir livan su içdim, sərin idi özdə. Bir aydan sonra gedəcəyim təzədən, həman yoldaşlara deyəcəyim, ağa, mən gəldim, gənə sizdən borc adam. Bir nəfər mənə boş ver 100.000, boş ver 10.000, bir tümən pul verər? Yox. Niyə? Deyər, sən pulu yedin, bəlkə yenə yiyəcəksən. Nətər olur, biz 40 ildir səsimizi veririk bu rejimə. Bilirik səsimizi hər dəfə oğurluyur. Bilirik də səsimizi oğurlamaq o səviyyəyə çatıbdır ki, boş versən nə səs verirsən. İstədiğin də yazır da, çıxadır da oxudur. Mən hələ də deyirəm, bəlkə saydı. Səsin ərzişi çoxdur ya pulun. Səs insanın şərəfidir. Səs hər bir insanın şərəfidir. Çünki düşüncə insanın şərəfidir. Seçkilərə getmək həman uyuşturucu maddədir ki, biz milli fəallara veriblər və biz də o uyuşturucu maddəni kullanırıq və sanırıq bəlkə kürdləşdirmək siyasətinə qarşı mübarizə edirik. Bir halda ki, başımızı soxmuşuq qara, Kürd günü-gündən gəlir torpağımızı alır, saqqalımıza gülür, biz də deyirik bəlkə mübarizə içindəyik. Vaxtı bir dəyərli yoldaş gəlir deyir ki, biz hər yerdə seçkilərə boykot edirik. Niyə? Səsimizi oğurlurlar. Və sonra gəlir deyir Batı Azərbaycanda, mən gəlirəm səs verəm. Qardaşım, bəs səsin orada oğurlurlar, burada oğurlamırlar. Sən millətə düşünmürsən ki, bu millətin savadlısı da var, millətin huşlusu da var, millətin cici də var. Amma hər nə olsa 2 ilə 2-ni sənin sözlərindən 4 elir. Deyir, mənə deyirlər, ha, Qəzvində səsləri oğurlanır. Urmiyədə səsləri oğurlanmır. Urmiyəm xudmuxtar bir məmləkətdir. Ya Urmiyanın adamları fərqlidir səs sayan ləhzələr. Ya Urmiyanın sistemi fərqli bir sistemdir. Urmiyaya Amerika hökmfərmanlıq eləyir, Qəzvinə İran hökuməti. Yox, hamısı eyni bir yer. Bir məsələni aydınlatdırmaq lazımdır. Dəyərli yoldaşlar gəlirlər, belə yanaşırlar. Sanki kürdləşdirmək siyasətini yürüdən İran deyil. Yəni bizim bir dənə İran düşmənimiz var.
Bir dənə də Kürd düşmənimiz var. Amma bu ikisi bir-birindən ayrıdır. Yox, gözəl qardaşım, bu ikisi bir-birindən ayrı deyil. Kürdü qudurdub salan bizim canımıza həmin bu İran hakimiyyətidir. Həmin bu İran hakimiyyətidir. Kürdləşdirmək siyasətin qabağa aparır. Onu Kürd terroristlərindən ayırma. Yaranan tablo budur. Bizim Kürdləşdirmək siyasətini qabağa aparan kimdir? İran rejimi. Yaxşı. Verəcək səslərimizi sayan kimdir? İran rejimi. Nəticələri elan edən kimdir? İran rejimi. Nə gözəl. Mən getmişəm bir dənə dadgaha, bir nəfərdən də şikayətçiyəm. Baxıram görəm Pəho, Qazi o şikayət etdiyim şəxsin qardaşıdır. Deyirəm olsun da, biləxərə qardaşdır, bəlkə Qazi adil oldu da. Sonra biraz gedirəm dərinə görəm, yox, arxada elə bir böyük bir dənə mali gəlir getləri də var. Olsun da, biləxərə adam pula ehtiyacı var da, özümü uydururam. Sonra görəm, yox, artıq o Qazi, o mən şikayət etdiyim şəxsə deyək ki, bu da bu mənim evimin kilidi, ged oradan silahları götür, bu sənə ittiham vurduğu şəxsi də öldür. Sonra gedirəm o Qazinin yenə də xidmətinə, deyirəm, ay Qazi, gəl bizim ikimizin aramızda qəzavət elə. Ciddən bu tabloya uzaqdan baxırıq. Yoxsa yox, elə İranın amillərinin yaratdığı moca biz də minirik. Sadəcə millətimiz 4 gün bizə gəlib çəpik çalmaq üçün, sən böyük mübariz qəhrəmansan kürdləşdirmək siyasətinə qarşı, sırfən o 4 günlük üçün gəlirik, millətin, uyuşdurulmuş millətin istədiyini dilə gətiririk və sonra da yaddan çıxırıq gedirik. Sonra qınayırıq millətimizi, millət niyə torpağın satır gedir, millət niyə evin satır? O evinin satmasının səbəbi sənsən, əziz qardaşım. Çünki o şəxsə sən bu qaçaq yolun verirsən. Deyirsən, sən gələ torpağını satmıyorsan. Deyir, niyə? Bura kütləşdirirlər. Yaxşı da gələ satmıyorum. Sonra gəlib deyirsən, amma satsan da satıbsan, ha. Fəqət elə 4 ildən bir gəl burada səs ver, qoymayaq küt getsin. O da deyir, nə qəşə? Həm millətçi oluram, həm puluma yetişirəm, həm gedirəm ayrı şəhərdə yaşayıram, həm də 4 ildən bir uzaq yolda gəlirəm, bir dənə səs atıram, gedirəm, vicdanım da rahatdır. Sonra da Kürt orada gəldi, günbəgün kütləşdirilir bu siyasət. Qabağa gedir, dayanı qabağa alınmır ki. Günbəgün bu kütləşdirmək siyasəti qabağa getdiyində də başlayıram onu bunu danlamağa. Siz bahis oldunuz. Nəcür bahis oldunuz? Gəlmədiniz səs verək. Kimsəsiz aya kürdləşdirmək siyasətini qabağa aparan İran rejimi. Konunu necə tərh etdiyimə gerçəkdən şaşıram və qalıram. O əziz yoldaşı ki, buyurursan, ay millət gəlin gedin sandığa, səs verək, Kürd çıxmaya. Çünki Kürd çıxsa bura olacaq Kürdistan. Əziz qardaşım, onda sən 250 elə bu başda sulduzu verdin Kürdlərə. 8 ildir Kürdlər burada olublar. Məclis nümayəndəsi Hüseynzadə. 8 ildir 1390-dan alıb sulduzun təmsilçisi. Yəni Sulduz Kürdistandır, ya bir Sulduzdan vazgeçdik. 1390-cı il, 9-cu dövrə, ya 8-ci dövrə səhv eləməsəm, Urmudan, Sulduzdan, Tikantəbədən, Qoşaçaydan, Soyuqbulaqdan, Bəykəndidən bir də, bunların hamısının nümayəndəsi məclisdə Kürd olub. Hamısının nümayəndəsi Kürd olub. Yəni məclisdəki o Kürdlər buna rəsmiyyət verdilər ki, Urmiya Kürdistandır. 1385-ci il Urmiyədə olan olaylar ki, milli qiyamla dəyərləndirilir, nümayəndəsi Kürd idi Urmiyənin məclisdə. İndi siz qayıdırsınız tarixə, hansı yadda qalıb? Urmiyənin 1385-ci ildə olan qiyamı, ya Urmiyənin 1385-ci ildə olan Kürd nümayəndəsi? Axı bu hansı məntiqli biz gəlib deyirik ki, çün Urmiyədən Kürd gedəcəkdir, bəs Urmiya Kürdistandır, bəs bizim də dilimiz qaldı dinməz yerimizdə. Xeyr, elə bir zat yoxdur. Əgər belədirsə, onda Qəzvin də əldən getdi də, illər boyda Fas nümayəndəsi var. Belədirsə, Həmədan da əldən getdi, illər boyda Fas nümayəndəsi var. Biz biz adı deyəndən öncə düşünürük ki, bu dediyimizin millətə və torpağımıza nə böyük zərəri ola bilər? Çağırışların hamısı nədir? Hamı gələk. Hələ ondan 5 bətəri nədir? Bütün şəhərlərdən siz də gəlin. Təsəvvür edirsiniz ki, bunların əgər hamısından Kürd terrorist qrupları screenshot götürələr,
O səsləri ki deyirlər, ha biz hamıya yeri təhrim eləyirik. Amma Batı Azərbaycanda təhrim eləmirik ki, heç hamını çağırırıq gəlsin. O səsləri də zəbt eləyələr. O videoları da yığalar, saxlayalar. 10 gün sonra indi Taymaz bəy də buyurdular. Mən də tamamilə müvafiqəm. Ən azı bir dənə Kürt nümayəndəsinin adını verəcəklər. O Kürt adı çıxandan sonra həmin Kürt terrorist qrupları gəlib hər yeri doldursalar ki, baxın ay cəmaət. Biz Kürt qrupları təhrim elədik. Bax yazmışıq deyirik də. Millətimizin də heç bir atılıb düşməsi yox idi ortada. Onlar da təhrim deyirdilər. Amma baxın, tühlər hamı çağırış verdilər heç. Bütün şəhərlərdən də çağırdılar Urmiyəyə. Baxın, hamı ola gəlməklərinə bütün şəhərlərdən rəğmən bizim təhrim elədiyimizə rəğmən bir dənə Kürt gedə bildi. Görün biz çoxuq ya türklər. Buna nə cavab verəcəyik? Nə cavab verəcəyik buna? Sadəcə bir ayrı məsələlərə. Baxın, neçə ay bundan öncə sanırım elə həmin bu qrupdaydı. Gəldim qulluğuza, vaxtınızı da aldım və orada ərz elədim, 2 nöqtəyə toxundum. 1. Bu mədəni fəal, mədəniyyət, mədəni olmalıyıq, nə mən olmalıyıq. Bunları vurğuladım qulluğuza ki, ağa bu mədəni deyirlər. Bu sonra başımıza bəla olacaq. Bunlar indidən toxumu səpirlər, sonra bu gül çıxandan sonra bu gül boğacaq biləmizi. Bir bu, ikincisi də budur ki, əziz yoldaşlar, topu gətirib salıblar ürəyimizin içinə. Urmiyə Azərbaycanın ürəyidir. Sınırına yaxın olan bölgə belə deyil. Urmiyə Azərbaycanın ortasıdır. Ortası sayılır. Mənim sınırım Sinandaşdır. Mənim sınırım Həmədandan uzaqlarda. Mənim sınırım Qum Əraçda bitir. Mənim sınırım Tehranı aşıb gedir. Mənim sınırım üstdən gedib Rəştanlısı mənimdir. Gəlib topu salıblar Urmiyəyə və mən Urmiyədə Kürtlərlə gedirəm sandıq başında mübarizəyə ki, görəm mən çoxam ya Kürt çoxdur. Bundan gülünc bir tablo ola bilər. Mən gəlmişəm Urmiyədə bəhs edirəm, ay havar hamı gəlin, bütün şəhərlərdən yığılaq, burada sandıq başından Kürt çıxmasın. Sandıq başından Kürt çıxsa nə qələt eləyəcək, çıxmasa nə qələt eləyəcək. Məgər Kürt sandıq əli ilə gəlib Urmiyəni alır ki, mən sandıq əli ilə də Kürdün qabağında duram. Kürdləşdirmək siyasəti məgər sandıqla yürüdülür ki, mən sandıqla gələm onun qabağında dayanam. O yoldaşı ki, ay əzizim, ay cavan qardaşım, gəlirsən, o bənerlər ki, Kürtlər, Kürt terroristləri gəlirlər, aday olaraq, adda aday, Kürt terroristləri gəlirlər, şəkillərini salırlar, bilərəkdən Urmiyəni sizlə Kürt görsədələr, sən də onun şəklini çəkirsən. Gəlirsən, Türk kanallarında yayırsan, sızıldayırsan ki, baxın millət, gəlin rəy verək, bu çıxmasın. O istəyi odur. O şəkili paylaşmazlar. O şəklin, o bənerin ya oda çəkilmiş halını, ya cırılmış halını yayarlar. Kürt səni sandıqla gəlib almayıb. Kürt təhdidlə gəlib səni alıb. Kürt fəzanı sənə naəmn edərək, səni qaçırdır, gəlir yerini alır. Açıqcasına deyirəm, Kürdün qabağında əgər mədəni davranırsa mədəni, amma o mədəniyyət bitib, Kürdün qabağında lazım olursa çox da belə heyvani davranırıq, lazım olursa silah da ələ alırıq, lazım olursa adam da öldürərik. Əgər qarşımızda tutum fərqli olursa. Kürdləşdirmək siyasətinin qarşısında sandıq cavab verməz. Çünki sənin o sandığı oxuyub, sayan, elan edəndir ki, zaten Kürdləşdirir oranı. Neçə ay öncə traktorun oyunların birində uşaqlar sağ olsunlar. Çox böyük əmək sərf elədilər. Bir dənə balaca, birdə 2 idi, birdə 1 idi. Sınandaş qəlbi Azərbaycan əsl. Buna görə deyirik gedin mütaliə eləyək. Hamımız. Bir dənə o plakard, gedin fəqət baxın, görün, Kürt terrorist qrupların hamısını nə qədər vəlvələyə saldı. Bütün də Kürtcə yazırdılar, bilmirdilər ki, bizlərdə Kürtcə bilənlər də vardır. Hamısının baş yazıları buydu. Dədə var, tühlər gəldi, Sınandaş getdi. Bir dənə plakardla biz onu o vəlvələyə sayırıqsa, mən nə üçün gəlib Urmiyədə savaş eləməliyəm? Sən əziz qardaşım səs verməyə çağırırsan, Urmiyədə yox. Bütün Azərbaycanı çağır, gedək Sınandaşda səs verək. Qoy sənin Təbriz plaşlı maşının Urmiyədə yox, Sulduzda yox, Sınandaşda görsənsin. Bilirsən Kürd nə günə düşər? Mən niyə gələt difa eləyəm? Özü də haranın üstündə, Urmunun üstündə. Mənim can ciyərim Sulduzun üstündə. Mənim doğduğum yer.
və kürdləşdirmək siyasəti davam edir. Fərq etmir bu çıxan kürddür, çıxan türkdür. Deyirlər türk çıxsa kürdləşdirmək siyasətinin sürəti azalacaq. Axı o türk çıxsa, getsə o başda otursa, gəlsə biləsinə fərman hökuməti vəli əmr müsliminin tərəfindən ki, filan şudə. Sən orada o türkü götürəcəksən, o kürdü qoyacaqsan. O dayanacaq o sözün qabağında. Deyəcək, yox, mən millətimin arxasındayam. Buna inanırıq. Çəxtəndələrin fərq eləməz cinsi nədir? Bu rejimin çəxtəndələri türk, kürd, fars fərq eləmir. Bu siyasəti bu yürüdür. O kürdə bu dəstək verir. Bağışlayın, səsimi uzatmış olsa məni tanıyarlar, bilirlər. Ən az 18-17 il içində heç zaman belə hallarda olmamışam. Amma gerçəkdən vətən əldən gedir, torpaq əldən gedir və biz fazımızı dəyişdirməliyik. Əgər mənə naəmn edirlər bir yeri və mən məcbur oluram gedəm, mənim əlimi pişik yeməyibdir ki, mən də ona naəmn edirəm, o məcbur olsun getsin. Urmiyədə bu dəfə 4 nəfərin içindən 3-ü seçiləcək. Həzrətpur, Cəlalzadə, Xan Əhmədzadə, Ələvi. 2 kürd, 2 türk. Bu 4 dənədən 3-ü gedəcək. İndi bu ki, bu tərkib ikisi türkdür, biri kürd, ya ikisi kürddür, biri türk, o qalıb son ləhzə arxada olan davadalaşmalarına. Sənlə mənim bu oyuna etkimiz ola bilər, kəsinliklə ola bilər. Amma yolu sandıq deyil. Siz təsəvvür edirsiniz, nə üçün Dünya Ana Dili Günü ki, milli hərəkətin gücünü göstərməyin ən başda gedən silahlarından birisi idi. Əlirzə Fərşi bəyimiz, bütün bəylərimiz 10 il onun üstündə həbs aldılar. Bu il yadınızdadır ki, bu il ana dili hansı gündür? İran rejimi elə gözəl müdiriyyət elədi, bu günü əlimizdən aldı. Bir halda ki, bilmirəm indi tarixşünaslar deyirlər, bəlkə 1000 ildə bir dəfə bu fürsət düşə bilərdi. Dünya Ana Dili Günü düşüb cüməyə, özü də düşüb seçkilər ərəfəsinə, seçki gününə. Yəni bundan böyük bir dənə fürsət ola bilməzdi milli hərəkətə. Qoli təlayı vursun fəslər demişkən. Əgər Urmu şəhrində minlər nəfər çıxdı xiyabana ana dili uğrunda aksiya keçirdi və rejim onu sərkub elədi, bilirsiniz nə böyük bir dənə mesajdı dünyanın mediasına. Dünya medianın taytıllarında, başlıqlarında belə gedəcək. Urmu şəhərində millət çıxdı rejimə qarşı etiraza, baskıya məruz qaldı. Nə istirdilər? Ana dillərin. Hansı dil? Türk. Hansı şəhər? Urmiyə. Hansı kürd gəlib buranı? Nə inəsəydə də deyə bilərdi ki, bura Kürdistandır. Kim ciddiyə alardı? Bəxti belə bir tablo var idi ortada. Və rejim bunu bilərək bizim əlimizdən aldı bu dəfə. Və tarix də təkrar olmayacaq bu gün. O zamandır ki, sən rahatca deyə bilərsən, ay dünya mediası, bax bu çıxan kürdə, bu rejimin saxtakarlığıdır çıxır. Amma indi nə eləmişik? Bütün medialarda yaymışıq, hamımız gedirik seçkiyə. Sabah da kürd çıxacaq, onu bol eləyəcəklər. Türklər hamısı şəhərlərdən Urmiyə getdi, kürdlər hamısı təhrim elədi. Amma bunlara rəğmən bir dənə kürd çıxa bildi. Baxın kürdlər nə qədərdir. Zırnanı tərs tərəfdən veriblər əlimizə. Ha püflüyürük, səs çıxmır. Təbii çıxmayacaq. Sənin o sandığı çıxartmağa gücün var. Amma o güc sandığın başına getməklə deyil, xiyabanda gedib aksiya yaratmaqlandır. Orada şəhəri kürdlərə naəmn